Bugün kızlar gəlin sizinlə birlikdə pizza bişirək. Deməli, ümumiyyətlə məndə burada 600 qram un var. Yəni 6-7 stəkan belə şeylə döktüm. İndi dökəcəyik droş. 1 çay qaşığı dolu. Aha, göstərirəm. 1 dolu çay qaşığı dökürük droş. Birazca besoy. Və duz dökəcək. Duz da 1 dolu çay qaşığı dökəcək. Mən onu qabağa dökmüşdüm biraz, yadıma çıxdı çəkmək, o yüzden az dökürüm. Tak. İndi su dökürük. Su da olasıdır ilıq. Tak. İlıq su. Görək su nə boyda aparacaq. Mən bankada 1 litrədir hələlik. Birinci belə qarışdırırıq qaşıqla. Aha, suda lazım deyil un, su. Başlayırıq əlimizlə xamır qatmağa. Yapışacaq, heç nə olmaz. Bu belə olasıdır. İndi tökürük simişka yağı. Deməli, simişka yağı nə boyda tökəcəyik? 3 xörək qaşığı simişka yağı. Bir xamırı yoğururuq. Qızım mənim kömək edir mənə. Qızımla birlikdə pişiririk. Kızlar baxın, bax belə yoğuruldu. Amma onu yəni ələ yapışır. Bunu prosta simişka yağı istifadə elədik. Yəni çox elə də yapışmır, amma əməlli yumşaqca xamırdır. Bunu indi götürürük belə salafana, içinə qoyuruq və yolluruq morozilkaya ровно 1 saata. Начинки istifadə edəcəm pomidoru çeri, xiyar, toyuq əti və şampinyon. Aha, все, 1 saat bitdi. İndi başladıq. İndi proteini biz simişka yağından yağladıq və xamırımızı belə əllərimizlə belə в общем, разложили. Дальше наварились. Tökürük ketçup. Aha. Ondan sonra tökürük. Siz nə istəyirsiniz istifadə edə bilərsiniz. Mən məsəl üçün bəyənirəm ketçunez. Biraz ketçup mayonezim qalıb. Bunu da belə yağlayırıq. Aha. Далее biz belə ovoçlarımızı bütün buraya kızlar, baxın, gör nə möhtəşəm görünür. Wow. Çünki pendir də istifadə elədim. Bizim pizzamız çox möhtəşəm çıxdı. Soçlu.